Fərman Kərimzadənin anım mərasimi ilə bağlı Azərbaycan Dövlət Pedaqoji Universitetində keçirilən tədbir, böyük yazıçının xatirəsini qeyd eləməklə yanaşı, eyni zamanda çağdaş günlərimizdə daha böyük məna kəsb eləyir. Qərbi Azərbaycan Araşdırmalar Mərkəzinin təşəbbüsü ilə keçirilən anım mərasimində Respublikamızın sayılıb seçilən elm adamlarının iştirakı böyük yazıçının ruhuna hörmət kimi qiymətləndirilməlidir. Fərman Kərimzadənin Qarlı Aşırım romanı ilə bağlı mənim və həm müəllif olan Mahruf Dövlətzadənin birlikdə yazdığımız monoqrafiyanın təqdimat mərasimidir. Monoqrafiyanın təqdimat mərasimini universitetin nəzdində olan Qərbi Azərbaycan Araşdırmaları Mərkəzi təşkil edir. Onların təşkilatçılığı ilə keçirilir. Çünki bu monoqrafiyada əsas tədqiqat obyekti olan roman bilavasitə Qərbi Azərbaycan mövzusunda yazılmışdır. 70-ci illərin əvvəllərində yaranan bu roman böyük marağa səbəb olmuş. Yeni tipli Azərbaycan tarixi romanının nümunələrindən biri kimi meydana çıxmışdır. Və deyərdim ki, İsmail Şıxlının Dəli Küründən sonra ədəbi, elmi mühitdə, hətta siyasi, ictimai mühitdə maraq doğuran, sensasiya doğuran, müəyyən mənada müəlliflərinə baş ağrısı gətirən roman olmuşdur. Çünki Qarlı Aşırım romanı zamanın axarına hesablanmayıb, zamana qarşı yazılıb. Və doğrudur, 80-ci illərə qədərki tənqid bu romanı mümkün qədər inqilabi ideyalarla, inqilabi hərəkatla, kollektivləşmə uğrunda mübarizə hərəkatı ilə bağlamağa çalışıb, kollektivləşmə uğrunda mübarizədən bəhs eləyən əsər kimi təhlil eləməyə çalışıb. Amma əsərdəki qeyri-adi xarakterləri də görüb, Abbasqulu və Şadlinskini, Kərbəlayı İsmailin obrazlarını görüb, onları milli xarakter kimi təqdim eləməyə çalışıb. Amma məsələ burasındadır ki, 80-ci illərdə daxil olmaqla Azərbaycan tənqid və ədəbiyyatşünaslığı bu xarakterlərin qiymətləndirilməsində inqilabı məhək daşı kimi götürüb. İnqilaba xidmət edənlərin mərdliyi, kişiliyi, namus qanunu ilə yaşaması qəbul edilib. Məsələn, belə deyək ki, Abbasqulu bəy Şadlinskinin obrazında, Kərbəlayının isə inqilaba qarşı çıxışı, onun ölmə məhkumluğu ideyasını, hətta belə deyək ki, Yaşar Qarayev kimi nəhəng bir alimimiz zaman onun taleyini çoxdan həll etmişdir prinsipi ilə çıxış edir. Bugün martın 17-si Fərman Kərimzadənin anım günüdür. Yaşasaydı böyük ədib 88 yaşı olacaqdı və bu minvalla bizim onun Qarlı Aşırım romanıyla bağlı yazdığımız monoqrafiyanın təqdimat mərasimidir həm də. Monoqrafiya həm müəllif olaraq Professor Təyyar Salamoğlu ilə birlikdə biz kitabı ərsəyə gətirdik. Mənim də Fərman Kərimzadə yaradıcılığına olan marağım və onun müəyyən etdiyi yenidən oxu konsepsiyası bizi bu əsərin ətrafında bir araya gətirdi və düşünürəm ki, monoqrafiya kifayət qədər maraqlı alınıb. Cənab Ali Baş Komandanımız bir qrup Qərbi Azərbaycan ziyalıları ilə görüşdü və həmin görüşdə bizim doğma yurtlarımıza qayıdışının mütləq olacağını inamla söylədi. Hər birimizdə öləcəyən ümidlər dirildi və Cənab Prezident həmin tədbirdə dedi ki, biz ora tankla, topla, tüfənglə, silahla, müharibə ilə yox, ləyaqətlə qayıdacaq, elmlə, sülhlə, xəritələr əsasında, kitablar əsasında həmin torpaqlara, babalarımızın uyuduğu torpaqlara qayıdacaq və biz də bu məqsəddən irəli gələn, bax bu qarşıda olan gözəl bir amaldan irəli gələn məsələ idi və qarşımızda qoyduğumuz o işləri necə deyirlər, reallaşdırmağa başladıq və beləliklə də
Qərbi Azərbaycan Araşdırmalar Mərkəzini ilk dəfə olaraq Respublikada Azərbaycan Dövlət Pedaqoji Universitetini yaratdıq. Mərkəzin xüsusi bir yanaşması var. Mətbuata xüsusən daha çox üstünlük verir. Yurdun Səsi, İz jurnalı və bu yaxınlarda, deyək ki, bu həftənin içərisində fəaliyyətə başlayacaq saytları fəaliyyət göstərəcək saytda eyni zamanda və bütün dünya dillərinin hamısında olmasa da, bacardığımız miqdarda ingilis dilində, rus dilində, fransız dilində, hətta erməni dilində uğurlu fəaliyyətlə bağlı və ya xalqımızın tarixi ilə bağlı, lap deyək ki, adət-ənənəsi ilə bağlı, lap mətbəxi ilə bağlı, coğrafiyası ilə, hər bir sahə ilə bağlı məlumatlar həmin saytda geniş işıqlandırılacaq. Məsələ buradadır ki, o işıqlandırılan, o verilən məlumatlar məhz dünya dillərinə tərcümə olunaraq yayımlanacaq. Nəyə görə? İnformasiya bolluğuna nail olmaq üçün. Həm Fərman Kərimzadə özü, həm onun yazdığı bu əsər məhz Vidi Basar mahalını əhatə eləyir. Fərman Kərimzadənin qızı Yeganə xanım kitaba yazdığı ön sözlə demək olmaz, hər halda Yeganə xanımın öz xatirələridir. Mənə maraqlı gəldi ki, inanırsınız, mən Vedidə olmamışam, sanki Vediyə getdim. Fərman Kərimzadənin öz həyatı bir filmdir, bir, necə deyərlər, romandır. Yurt həsrəti ilə, vətən həsrəti ilə döyünən bir qəlbin çırpıntılarıdır. Fərman Kərimzadə özü bütövlükdə Azərbaycanlı, Azərbaycan tarixidir. Onun Şah İsmailə həsr olunmuş əsərləri və ya Təbriz namusu, bəli, iki hissə, yəni Çaldıran döyüşü, Xudafərin körpüsü və digər əsərləri, o cümlədən həmin bu əsəri və eyni zamanda bizim çox gözəl tədqiqatçılarımız, mənim tələbə yoldaşım Təyyar Salamoğlu və ikinci müəllif Mahrux Dövlətzadənin yazdığı həmin bu kitabın tənqid variantları adlı. Mənə elə gəlir ki, yeni baxışlardır bunlar hamısı. Fərman Kərimzadə türk dilli ədəbiyyatımızın sayılıb seçilən imzalarından biridir. Ədəbiyyata 60-cı illərdə gəlib. Tarixi roman janrının zənginləşməsində əməyi danılmazdır. Xudafərin körpüsü, Çaldıran döyüşü, Qarlı Aşırım və başqa əsərləri Azərbaycan tarixi roman janrının yayım hüdudlarını genişləndirib, ona yeni nüfuz və hörmət qazandırıb. Qarlı Aşırımda təsvir olunan hadisələr qədim Azərbaycan kəndində 3 gün müddətində baş verən olaylardır. Yazıcı qüdrəti bu qısa müddətin zaman hüdudlarını o qədər genişləndirə bilir ki, sanki böyük bir epoxanın bədii tərcümanını ümumiləşdirib. Bu, əlbəttə, yazıcı qüdrətindən soraq verir. Çox vaxt Dəli Kürlə müqayisə eləyirlər Qarlı Aşırımı. Bu, onun qüdrətini azaltmır, əksinə daha da artırır. Çünki hər iki romanın özündən sonra təsiri və davamı böyük zaman kəsiyini əhatə eləyir. Fərman Kərimzadənin bu əsəri 70-ci illərdən bəri həmişə diqqət mərkəzində olur. Yəni, təsəvvür edin, Yaşar Qarayev, Asif Ata, Asif Əfəndiyev, Xalid Əlmirzeyev, Tofiq Hacıyev, elə bir ədəbiyyat tarixçisi, ədəbiyyatşünas, tənqidçi olmuş ki, fikir bildirməsin. Çünki bu əsər Dəli Kürdən sonra müəyyən dövrün Azərbaycan tarixində məzmununu anlamaq üçün çox dəyərli bir əsərdir. Amma bu işin bir maraqlı tərəfi də var ki, Dəli Kür daha nüfuzluydu və Dəli Kürün həmin nüfuzlu vaxtında bu əsər meydana çıxdı, amma geri qalmadı. Bax, bu Fərman Kərimzadənin belə deyim, bir yaradıcılıq uğuruydu. Dəli Kür bəlkə də tək qalardı bu çıxmasıydı. Dəli Kürdə söhbət Azərbaycanın Aran rayonlarından gedir. Amma Qarlı Aşırımda dağlardan gedir. Yəni, bu hadisələr orada biraz ayrı cür təzahür edirdi. Həm də gecikmişdi. Çünki bir var kolxoz quruculuğu
məsələsi olsun. Bir də var, ondan daha əvvəlki dövr olsun. Rusların gəlməsi və Azərbaycanda o böyük kiçiyin itməsi. Eyni mövzu hər ikisində var, romanların hər ikisində var. Birində çarizmin təsirindən və təzyiqindən, o birisində də fərq eləməz. Sovet dövrüdür, amma yenə çarizm təsiri tipindədir. Və bugün bu əsərin bizim Pedaqoji Universitetdə müzakirə olunması, bu əsər haqqında yazılmış iki fərqli, bir-birinə o qədər zidd olmayan, amma hər halda təhlil baxımından müxtəlif ədəbiyyatşünaslar nəslindən olan demək, tədqiqatçıların əsərinin, təhlillərinin bir kitabda təqdim olunması bu çox maraqlı idi və müzakirələr də çox belə dəyərli oldu. Mənə belə gəlir ki, mən əlbəttə Mahirə xanımın, professor Mahirə Hüseynovanın xidmətlərini xüsusi qeyd eləmək istəyirəm. Ona görə ki, bu birinci əsər deyil, birinci tədbir deyil, ümumiyyətlə Qərbi Azərbaycanla bağlı aşıq ədəbiyyatından başlamış, yazılı ədəbiyyata qədər, müasir ədəbi prosesə qədər, yəni bu tipli məsələlərin, mövzuların işlənməsi, müzakirəsi üçün çox belə qəhrəmancasına demək, xidmət göstərir və Azərbaycan prezidentinin bizim qarşımıza qoymuş olduğu o vəzifə ki, biz Qərbi Azərbaycana, o yerlərə mütləq qayıdacaq, onun o mənəvi tərəflərini hazırlayır. Ki, bunlar bizim üçün çox, elə bilirəm ki, vacibdir, dəyərlidir və Təyyar Salamoğlu'nun da, Dövlətzadənin də işini təbii ki, alqışlayırıq və onlar bizə imkan verdi ki, biz Fərman Kərimzadəyə, Qarlı Aşırıma bir daha qayıdaq. Onu bir daha təhlil eləyək, heç olmasa özümüz üçün. Amma gördük ki, bu müzakirələr tək özümüz məsələsi deyil, miqyasca daha kənara çıxdı və elə bilirəm ki, həm də bura tədqiqatçıların, araşdırıcıların, ədəbiyyatşünasların fəaliyyət göstərdiyi bir məkandır. Pedaqoji Universitet və burada deyilən söz də bütün Azərbaycana və bütün dünyaya yayılır. Abbasqulu bəy, Kərbəlayı haqqında gedən film Qərbi Azərbaycanda gedən hadisələrin başlanğıc bir nöqtəsi idi. Fərman Kərimzadə bu əsərlə dünyaya çatdırmaq istəyirdi ki, belə bir torpaq var, belə bir torpaqda qəhrəmanı da var, ağsaqqal da var və bu kinonu davam elətdirəcəkdi. O, Abbasqulu bəy ömrünün son 3 gününü verib. Bu, buradan yola düşüb gedib ora, bir gecə qalıblar qardaşoğlu gildə, sonra gəlib axtarıblar, tapa bilməyiblər, görüşə bilməyiblər, amma kinoda görüşüblər. Bu, 3-cü gündə bunu vurublar. 3 günün hadisəsidir bu. Bəli, 3 günün hadisəsidir və o 3 günün hadisəsində Fərman Kərimzadənin o qoçaqlığı ondan ibarət ki, 3 gündə hadisələri elə yazıb ki, bu iki insan dünyavi qəhrəman olublar. Elə bir böyük bir epoxa. Epoxanı yazıb. Siz təsəvvür edin ki, mən orada demədim, Ruslar kitab buraxıblar, Zemlya Qranatovых Derevni. Məndə var idi, özü də bu kitabı hardan almışdım. 83-cü ildə Vediyə gedəndəki məktəbin 100 illiyinə girdim kitabxanaya, gördüm belə bir Fərman Kərimzadənin belə bir kitabı var. Fərman Kərimzadənin belə kitabı yoxdur, mən eşitməmişəm. Açdım, baxdım ki, orada Fərmanın 2 əsəri veriblər. Bir bu son axırıncı aşırımı, bir də başqa bir əsərini Rus dilində Moskva buraxıb. Və o kino getdi və getdi, çox böyük səs-küyə malik oldu. Səbəb oldu. O kino bütün SSR-də tanındı. Mən o dövrlərdə aspirant dövründə Xarkov, Moskva, Belarusiya gəzmişəm, dolanmışam. Kinoya baxanlar tanıyırdı, eşidirdi, deyirdi, bizim haqqımızda da söhbətlər gedirdi. Və bəzən bizimkilər deyirdilər ki, o kino sizə xoşbəxtlik gətirdi, amma o kino bizim tayfa üçün əslində bir bədbəxtlik də gətirdi.
Nədir o bədbəxtlik ya? Bədbəxtlik o idi ki, 30-cu illərdən sonraki Abbasqulu bəy vuruldu. Bu bəylərə hücum başlayan bizim hamımızı vurdular. Təsəvvür elə, atam 32-ci ildə partiya üzvlüyə namizəd verir. 38-ci ildə onu qəbul elədilər. 6 il namizədliyi yox idi axı o vaxt. Ki, bu bəy quyruğudur. Mən böyük bacım İrəvan Pedaqoji Universitetində oxuyurdu. Qovdular oradan. Çıxartdılar, vəzifədə olanları çıxartdılar. Qərbi Azərbaycan mövzusunda olan əsərlər bugün bu universitetdə, bizim Azərbaycan Dövlət Pedaqoji Universitetində, 104 yaşlı universitetdə ardıcıl olaraq bu kitabların təqdimatları keçirilir və Respublikamızın çox möhtərəm ziyalıları, alimləri, millət vəkilləri burada gəlirlər, qonağımız olurlar, öz sözlərini deyirlər. Siz indi həmin tədbirdə oldunuz. İki akademik vardı. Nizami Cəfərov öz sözünü demiş adamdır. Muxtar İmanov öz sözünü demiş adamdır. Və yaxud da Hikmət Baboğlu bütün tədbirlərimizdə var. O cümlədən mənim çox hörmət etdiyim Vaqif müəllim, Vaqif Şadlinski. Eyni zamanda onun nəsil şəcərəsidir bunlar. Amma gördünüz, doğrunu doğru, əyrini əyri, hər nə var necə vermək lazımdır. Əslində qalsa cənab prezidentin də bizə çağırışı bundan ibarətdir ki, xəritələr nə deyir? Avropa səyyahlarının, Rus səyyahlarının, hərbiçilərin tərtib etdiyi xəritələr nə deyir? Azərbaycan torpaqlarıdır. Bu torpaqlar xəritələrdə göstərilir, öz adı ilə göstərilir. Çox təəssüflər olsun ki, 1935-ci ilin 3 yanvarında Ermənistan hökumətinin bir qərar qəbul elədi, toponimlər dəyişdirilsin. 2310 toponimdən 2000-i türk dilində idi, türk mənşəli sözlər idi və bunlar dəyişdirildi. Səbəbi nə idi? Səbəbi o idi ki, dini xarakterlidir, erməni hökumət deyirdi və yaxud da feodal, patriarxal dövrün tör-töküntülərinin mühafizə edir. Heç də belə deyildi. Qətiyyən bir də mənə elə gəlir ki, əgər bu torpağın adını daşıyır, toponimlər, daşıyıcılar, toponimlər sizindirsə, erməninsə, onu da dəyişdirməyə nə hacət var? Qoy sizin olsun da. Dəyişdirməklə erməniləşdirmə prosesi başlandı və sonu da bildiyiniz kimi son deportasiyada tamamlandı. Və bunu da ədəbiyyata gətirən, xalqın, necə deyərlər, yaddaşından ədəbiyyata gətirən, gələcək nəsillərə ötürən, gəncləri maarifləndirən məhz belə əsərlərdir və bu əsərlərin təbii ki, təqdimatıdır. Biz də bunlarla məşğul oluruq. Sonra bir növü stabillik yarandı, Abbasqulu bəy belə gəldi, hörmət getdi, sonra dava düşdü kinonun üstündə. Əsərin üstündəki adları eyni biləm, xoruz oynadan belə gəldi, o birisi belə getdi, var əsərlərdə var da belə bir şey. Buran Qəmro belə gəldi, Qəmronu kim öldürdü? Qəmro Abbasqulu bəy öldürdü. Kəndlərdə Abbasqulu bəyin adamlarıyla Qəmronun adamlarının düşmənçiliyi yarandı. Kərbəlayının qardaş uşaqları Məhərrəmlə Tərtərdə olurdular. Və başqa Abbasqulu bəyin qohumları arasında, bizim qohumlar arasında narazılıqlar yandı, bir-birinə pislik eləməyə başladılar. Çox böyük bir vedi cəmaatı arasında o keçmiş qarın düşmənçiliyi kimi belə bir hadisə yarandı. Demək, Fərman Kərimzadəyə də təsir oldu. Çox böyük. Fərman Kərimzadənin qovum müharibəsinə də hücumlar keçdi. Hətta dövlət səviyyəsində onların insanları ki, vəzifədə çalışan adamlar var idi. Məhərrəmin qohumları, o birisinin qohumları var idi, KQB-də işləyən vardı. İnsanlara pislik eləməyə başladılar. Mənim özümə aspirantura dövründə hücumlar oldu. Böyük qardaşıma hücumlar oldu ki, bunlar belədir, onlar elədir. Yəni, sonra insanlar yavaş-yavaş dərinə gedəndən sonra öyrəndilər ki, bu məsələ belə deyil. Abbasqulu bəy haqqında başqa kitablar çıxdı, yazılar çıxdı. Dərinlər çıxdı, cəmaat bilmirdi, nə tanıyırdılar ki, Kərbəlayı kimdir, Abbasqulu kimdir və yaxud Kərbəlayının qardaşı qızı Abbasqulu bəyin qardaşı oğlunda ərdədir. Bu dərəcədə qovumluq əlaqələrimiz var. İndi də var. Bu əsər vedi cəmaatın nüfuzunu qaldırdı. Əlbəttə qaldırdı. Çox böyük qaldırdı. Bizim də nüfuzumuzu qaldırdı. Kərbəlayın da nüfuzunu qaldırdı və Qəmronu da bir qəhrəman kimi göstərdi. Qəmron kəndin içərisində bayaq mən dedim, Qıfıl düzəldən idi. Qıfıl düzəldən idi. Amma onunla beraber
Abbasqulu bəylə beraber ermənilərlə vuruşmuşdu. İlgid adam olub. Ümumiyyətlə, o dağ adamları, bizim o dağ tərəfin adamları, Vedinin dağ tərəfi, ömür boyu bunlar hamısı qoçaq adamlar oldu. Abbasqulu bəyin tayfası ümumiyyətlə varlı bir tayfa idi, xan nəsli idi, bəy nəsli idi. Bunlar İrəvan xanlığının o Güzgülü sarayını tikdirən odan kişi Abbasqulu bəyin anasının qardaşı idi. İrəvan xanı idi. Özdə 6-7 il İrəvanda xanlıq elədi. İctimai gerçəkliyin xalq xarakterinin ədəbi tənqiddəki parlaq əksinə nəsrdə şeir və dramaturgiyada olan bədii obrazların tənqid obrazlarına rast gəlmək çətindir. Məsələn, Dəli Kür kimi nəsr əsərini dərindən açan, Dəli Kürü tənqiddə yenidən yaradan, onun həm hüquq tənqid obrazı olan məqaləmiz hələ də yoxdur. Yaşar Qarayev, professor. Kollektivləşmə uğrunda mübarizə dövrünün həqiqətlərini obyektiv, bədii təhlil müstəvisinə gətirən əsəri bir-birindən ayırmağın vaxtı çatmışdı. Fərman Kərimzadənin Qarlı Aşırım romanı məhz belə kollektivləşmə dövrünün həqiqətlərini ədəbiyyata gətirən misilsiz roman kimi qiymətləndirilməlidir. Təyyar Salamoğlu, professor. Bu monoqrafiya müstəqillik dövrünün düşüncəsi ilə yazılıb, yeni metodoloji istiqamətdə yazılıb. 20 ildən artıq bir müddət ki, özünə məxsus bir konsepsiyan var. Yenidən oxu və bədii mətn həqiqətlərindən çıxış elə. Mən düşünürəm ki, Azərbaycan ədəbiyyatı ilə Azərbaycan ədəbiyyatşünaslığı arasında Sovet rejiminin ədəbiyyat siyasəti Çin səddi kimi dayanır. Bədii mətnlərdəki həqiqətləri, xüsusən alt qatdakı həqiqətləri Sovet ədəbiyyatşünaslığında üzə çıxarmağa imkan verməyiblər və biz bu monoqrafiyada məhz həmin alt qatları üzə çıxarmışıq. Söhbət ondan gedir ki, bu romanda kollektivləşmə uğrunda mübarizədən yox, kollektivləşmə uğrunda mübarizə dövrünün ən acı həqiqətlərindən söhbət edir. Biz bu əsəri inqilab uğrunda, kollektivləşmə uğrunda mübarizə ideyasına tabe tutulan əsər kimi yox, milli varlığın müstəmləkəçi rejimə qarşı mübarizəsini əks etdirən bir əsər kimi təhlil eləmişik. Eyni zamanda burada 19-21-ci illərdə daşnaqların Vedbasarı ələ keçirmək istəkləri və Abbasqulu bəy Şadlinskinin komandanlığı ilə 2 il daşnaqlara qarşı amansız mübarizə, son nəticədə Abbasqulu bəyin bu cəmaatı qırğından xilas eləmək üçün onları İrana aparması və Sovet rejimi dövründə geri qaytarması məsələlərdə əks olunub. Abbasqulu bəy bu kitabda inqilab uğrunda mübarizə qəhrəmanı kimi təqdim olunmur. Abbasqulu bəyin Sovet ideologiyasını, deyək ki, Sovet hökumətinin qurulmasında, kollektivləşmənin həyata keçirilməsində aktiv iştirakçıya çevrilməsi, onun xalqını Sovet rejiminin onları düçar eləyəcəkləri müsibətdən qorumaq məqsədi daşıyır. Və Kərbəlayı İsmailin mübarizəsi milli varlığın müstəmləkəçi rejimə qarşı mübarizəsini əks etdirir və bu nöqteyi nəzərdən Kərbəlayı İsmaillə Abbasqulu bəy Şadlinski eyni bir nöqtədə birləşirlər. Çünki onların hərəkətləri prinsip etibarıyla milli mənafiyə hesablanıb. Əsərdə sanki əks qütblər kimi göstərilən bu qütbləri təmsil edən qəhrəmanlar kimi göstərilən bu insanlar xalqın mənəvi birliyini təmsil edirlər. Çünki Kərbəlayı İsmail qaldırdığı qiyamda
belə deyək ki, Sovet rejiminin gəlişi ilə əslində öz varlığından, öz milli xarakterindən çıxır, müəyyən mənada qəmlolaşır, Abbasqulu bəyin ölümünə fərman verir, amma Abbasqulu bəyin ölümü onu ayıldır. Çünki o başa düşür ki, Abbasqulu bəy vaxtı ilə düz deyirdi. Silahın yox, cəbbəxanan yox, Sovet hökumətinə qarşı necə vuruşacaqsan? Bizim 20 illik təcrübəmiz vardı, amma biz Sovet hökumətinin daşnaqlarla müqayisədə gücünü gördük və onlara qarşı çıxmadıq. Abbasqulu bəyin sözlərindən belə çıxır ki, sən də çıxma və xalqı xilas eləmək lazımdır. Əslində isə müstəqillik dövründə bu əsərdə və bununla yanaşı bir sıra tarixi əsərlərimiz yeni baxış tələb edir və biz bu Sovet ədəbiyyatşünaslığının o ideologiyanın təsiri ilə buraxdığı səhvləri deyək, bir nəzərdən keçirtmək və o səhvlərə bacardığımız qədər düzəlişlər etmək qərarına gəldik. Düzəlişləri təbii ki, biz hər hansı bir şəkildə etmirik. Düzəlişləri yalnız bədii mətn həqiqətləri ilə etmək mümkündür. Fərman Kərimzadənin ortada bir bədii əsəri var və o əsərdə kifayət qədər faktoloji məlumatlar var və həm də onu deyim ki, Fərman Kərimzadə bunu sadəcə tarixi kitablardan əldə etmədi oradakı məlumatları. O birbaşa 45-ci ildən başlayan deportasiyada yeniyetmə yaşlarındaydı və o hadisələri öz gözü ilə görmüşdü. O hadisələr ki, sonralar 89-cu ildə təkrarlandı və Fərman Kərimzadə yenə də özünü o hadisələrin içərisində tapdı. Fərman Kərimzadənin bu romanının ən ümdə cəhəti nədən ibarətdir bizə görə? Sovet rejiminin siyasəti ilə parçalanmış xalqın bütövləşmək əzmini göstərir. Hətta əks qütblərdə dayanan qüvvələr belə Sovet hökuməti uğrunda mübarizə üçün silahlandırılsalar belə, onlar bir-birinə güllə atmaq fikrində deyil və atmır. Əsərdən çoxlu faktlar gətirmək olar. Məsələn, deyək ki, inqilab tərəfdarlarından milis rəisi Şıxəlioğlunun düşüncələrini misal gətirmək olar. Kərbəlayının tərəfindəki Qəmlonun adamlarından birinin Qəmloya dediyi sözləri misal gətirmək olar ki, biz axı eyni cəmaatıq, eyni xalqıq. Onların düşüncəsində belə bir məsələ var ki, biz niyə bir-birimizə silah tuşlamalıyıq? Və eləcə də Kərbəlayının adamlarının Abbasqulu bəyin ölümündən, Xəllin ölümündən doğan sarsıntıları millətin bütövlük əzmini göstərir. Ədəbiyyat hansı mövzuya həsr olunursa olunsun, hansı ağır problemə həsr olunursa olunsun, o insanı işığa doğru aparmalıdır. Bu əsərdə sarsıntıdan doğan bir işığı var. Kərbəlayı İsmailin, deyək ki, o Sovet dövrünün ədəbiyyatşünaslığında deyildiyi kimi, Kərbəlayı İsmailin mübarizəni davam etdirməməsi, silahı yerə qoyması onun məğlubiyyəti ilə bağlı deyil. O, sadəcə olaraq Abbasqulu bəyin ölümü ilə xalqın bir-birinə silah qaldırmasının acı nəticələr verəcəyini başa düşür və buna görə də silahı yerə qoyub öz xalqına, elinə, obasına, necə deyərlər, daha artıq fəlakət gətirmək fikrindən daşınır. İndi Qəmlonun, məsəl üçün, qardaşı oğlu ilə Abbasqulu bəyin dayısı oğlu kirvədlər. Təsəvvür edirsiniz, qız alıblar, qız veriblər və bəziləri də o dövrdə familiyalarını dəyişdilər qorxudan. Məsəl üçün, Bəşir bəyin övladları, Bəşir bəy mənim oğlu babamdır. Bəşir bəyə yaxın olan adamlar, Bərdədə yaşayanlar var idi, Əlbərəmdə yaşayanlar var idi. Bunlar familiyaları dəyişdilər, Bəşirov idilər. Sultan bəyin övladları, Böyük ağanın, Sultan, Aslan Sultan nəticələri, onlar oldular Sultanovlar. Cəlil bəyin qohumları Firidun Cəlilov oldu. Bu əsər Rusiyada, orada, burada mən eşidirdim də, o vaxtlar danışırdı alimlərlə, mən Rusiya Elmlər Akademiyasının üzvüyə söhbət gedində deyirdi ki, biz bildik ki, hələ bir Yerevanın uzaq bir kəndində də belə cəhsur adamlar olub, belə sayfalı adamlar olub. Bu
Bu Azərbaycanda da bu hissəsindədir. Mən yenə də bayaq dedim, yenə də deyirəm. Bu nə qədər o tayfaya nifrət oyatmaq olardı. Bura İrəvanlıdır, gəlmişlərdir. Fərman Kərimzadənin həm özünün təcrübəsindən, həm özünün yaşadıqlarından, həm də onun qohumlarının, yəni qohumları o mənada ki, o onlarla ünsiyyətdə idi, onlardan kifayət qədər məlumatlar toplayırdı və təbii ki, digər hadisələrin digər şahidlərini də dindirməklə bu əsəri ərsəyə gətirmişdi. Yəni kifayət qədər şahid söhbətlərinin əsasında əsər ərsəyə gəlmişdi. Ona görə o digər tarix əsərlərdən kifayət qədər fərqlənir. Mənim öz yazdığım fəsillərdə əsasən tarixi faktlarla bədii əsərdəki faktların qarşılaşdırılması, müqayisə edilməsi kontekstində mən yanaşmağa çalışdım. Düşündük ki, fərqli-fərqli məsələlərdən söhbət açaq, bir-birimizi təkrarlamayaq eyni əsərdən danışsaq da. Məsələn, Təyyar müəllimin deməli işlədiyi hissədə at kultu var. Abbasqulu bəyin deməli atınla bağlı məsələlər var ki, onu folklordan gəlmə at kultunla bağlayıb. Orada Abbasqulu bəyin ölüm səhnəsindəki o ağac, dağın başındakı o tək ağacı isə mən ağac kultu ilə, türklərdəki qədim ağac kultu ilə bağlamışam. Sonra ümumiyyətlə ədəbiyyatşünaslıqda orada Talıbov obrazı var ki, ona münasibət tamamilə müsbət bir yanaşma tendensiyası müşahidə olunur Sovet ədəbiyyatşünaslığında və sonraki tədqiqatlarda. Mənə aid olan hissədə isə mən düşünürəm ki, və bu düşüncəmi də orada ifadə etməyə çalışmışam, Talıbov bu əsərdəki ən qorxulu, ən təhlükəli və ən xalqımız üçün yararsız bir obrazdır. O mənada ki, o İsmail Şıxlının təbirincə desək, sapı özümüzdən olan baltadır. Fərman Kərimzadənin böyüklüyü ondan ibarət idi ki, bu yazıçılar ittifaqının içərisinə bir dənə yaxşı daş atdı, heç birinin başı çıxmır. Onun deyirəm də başı çıxmır, bir dənə tənqidi əsər yazıb tam ortaya qoya bilmirlər və yazdığı əsərlərin, sözlərin, cümlələrin mənasını çox sələ başa düşməyən var orada. Əslində bayaq dediyim, bu mənim demək ki, Azərbaycan ədəbiyyatına baxış konsepsiyamın tərkib hissələrindən biridir. Azərbaycan ədəbiyyatı Sovet ədəbiyyatşünaslıq düşüncəsində Azərbaycan ədəbiyyatının mətn həqiqətləri axıra qədər açılmayıb. Çünki rejim buna imkan verməyib. Bayaq dediyimiz kimi, milli bütövlük, milli kimlik indi ən aktiv məsələdir. Məsələ burasındadır ki, Azərbaycan ədəbiyyatşünaslığının böyük əksəriyyət əsərlərə münasibəti milləti bütövləşməyə doğru aparmır. Aşağı-yuxarı təbəqə münasibətlərini zidd münasibətlər kimi təqdim edir. Amma əslində Azərbaycan ədəbiyyatında hələ 20-ci əsrin əvvəllərindən ta Sovet dövrünün əsərlərinə qədər xalqı parçalamaq ideyası yoxdur. Əksinə, onları bir bütöv kimi. Çünki millət fərqli sosial təbəqələrin eyni bir düşüncəyə malik olduğu, eyni hədəfə vurduğu zaman formalaşır. Ona görə də ədəbiyyatşünaslıq təhlillərində aşağılarla yuxarıları düşmən kimi göstərib, ancaq aşağılara bəraət vermək, yuxarıları isə inqilab düşməni kimi qələmə vermək mahiyyətcə milləti parçalamaq deməkdir. Biz milləti parçalamaq tendensiyasını rədd edir və yazıçılarımızın milli bütövlük uğrunda mübarizə apardıqlarını düşünürük və müəyyən mənada həm də deyirik ki, sübut edirik.
Fərman Kərimzadə müdam tənqidin nəzər diqqətində olur. Vaxt, bivaxt ədəbi müzakirələr meydanına çevrilib. Bu dünən də olub, bu gün də olur, sabah da olacaq. Müzakirələrdə həqiqət öz yerini tapır. Təbiidir ki, yazıçı ilə, Fərman Kərimzadə ilə, müəlliflə bərabər.